çox cəza alan uşaq bir yerdən sonra görürsüz ki, artıq cəza ona təsir eləmir. Fiziki cəza belə ona təsir eləmir. Hətta cəzanı alır və gülür. Hətta qəhqəhə çəkir, gülür. Bu zaman valideyn düşünür ki, başqa bir yanlış. Bu onun vecinə deyil. Əslində vecinə olmadığı üçün deyil. Bu şüuraltı müdafiə mexanizmidir. Şəxsiyyət zərər görməməsi üçün çırpınışlardır. Öz aləmində, yəni güya ki, buna heç nə olmadı, amma əslində o qədər şeylər oldu ki. Başqa bir şey deyim. Daxildə bir fırtına qopur. Əlbəttə ki, bu aldığı cəzalar daha sonra cəmiyyətə yönələcək. Uşağın cəmiyyətlə münasibəti ya da cəmiyyətdəki rəftarı ailəsinə olan münasibətinin təzahürüdür. Bu olur, məktəbdə filan uşaq var, çox aqressivdir, onu bunu vurur. Əslində vurmaq istədiyi valideynləridir. Onları vura bilmədiyinə görə gəlib onları vurur.